Biz əlifbanı sevgi məktubunu yazmaq üçün öyrənmişdik. Bunu 3-cü sinifdə oxuyanda anladım. Dəftərimdən qopardığım qoşa vərəqə 2 söz yazmışdım. Sənin adın, mənim adım. Rəsm dərsində ox sancılmış ürək şəkli çəkirdik, bayraq və gerb əvəzinə. Körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinas olduğunu. Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz 4 divara düşəcək. Bilmirdik ki, ampermetrdən 5 alan qız cərəyandan öləcək. Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik.